MİQA sertifikasiya üçün bunun cəbir də var, videolarımızda baxa bilərsiniz. Adətən ən yaxşı kitab MHM-in həndəsə test ordusudur. Burada eliç uzaqlar mövzusundan olsun Stuart teoremi. Stuart teoreminin həllini vermək istəyirik. Tutalım, üçbucağın tərəflərini və yan tərəflərini və oturacağının iki müxtəlif hissəyə bölübdür və ortadan keçən xətti istəyir. Bu xətt təmbölən ola bilər, heç təmbölən olmayıb adi düz xətt olsa, tapılması üçün daha sadə yollardan biri düsturun əzbərlənməsidir. A kvadratı vur n üstəgəl, B kvadratı vur n, böl n üstəgəl n, çıx n. Bu düstur vasitəsilə rahatçılıqla içərisində istənilən xətti tapa bilərik. Məsələn, bir misal üzərində işləyək, tutalım bura 3, yan tərəf 4, 5 və 6-dır. Bizdən isə bu xətti istəyir. Yazırıq, x kvadratı bərabərdir. 3-ün kvadratı vur 6. Yəni, 4-ün kvadratı vur 5. Aşağıda 5 ilə 6-nın cəmi, çıx 5 ilə 6-nın hasili. Yəqin ki, buradan o tərəfdə siz işləyib tapa bilərsiniz. Və yaxud da müəllimlər. Adətən, abituriyent formasında bu forma daha çox düşür. Məsələn, deyir ki, bura 95 dərəcədir. 3, 5 verir və 3-cü tərəfin ala biləcəyi qiymətlərin ən böyüyünü və ən kiçiyini verir. Biz bilirik ki, abituriyent proqramından 3-cü tərəfdə bucaq olmasa, ikisinin fərqinin modulundan böyük, cəmindən isə kiçik olur. Yəni, 2 ilə 8-in arasında olan ədədlər olur. 3-dən 7-yə kimi olanlar. Yox, əgər burada bucaq verilsə, məsələn, 95 dərəcə verilsə, ümumiyyətlə, kör bucaq verilsə, qayda düşür, bu tərəfdə kvadratlarını, bu tərəfdə isə özlərini. Yəni, 9 üstəgəl 25 kök altında, çıxır 34 və 3-dən 5-in cəmi. 8 ilə kök altı 34-ün arasında olan ədədlər. Yəni, 5 tam nə qədərdən? 6 ilə 8 arasında olan ədədlər. Yox, əgər 95 yox, iti bucaqlardan hər hansı biri verilsə, onda düstur bir tərəfdə fərqləri, modulları. Bir tərəfdə fərqləri, digər tərəfdə kök altında kvadratları. Yəni, eyni düstur x-i tapıldıqda burada eləyəcək modul da 2, burada isə yenə 34. Yəni, 2 ilə 5 arasında olan ədədlər. Bu qədər. Hansı bölməni bilmirsinizsə, rəy bölməsinə yazın, birlikdə baxaq.